Qoç bürcü. Günün həyatda hər hansı əsaslı dəyişiklik gətirməsi ehtimalı azdır. Lakin ümumilikdə yaxşı olacaq. İşlə bağlı tapşırıqların öhdəsindən uçan rənglərlə çıxmaq və peşəkar mövqeyinizi gücləndirmək imkanınız olacaq. Uzun müddətdir təxirə saldığınız işlərə diqqət yetirin. Bugün siz bu işləri tez başa vuracaqsınız və qarşısalınmaz çətinliklər yaranmayacaq. Ola bilsin ki, həmkarınız kömək etməyi təklif etsin. Belə hallarda imtina etməmək daha yaxşıdır. Çünki birlikdə işləmək asan və zövqlü olacaq. Yaxşı nəticələr verəcəkdir. Maliyyə baxımından gün əlverişli olacaq, lakin yenə də lazımsız xərclərdən çəkinməlisiniz. Özünüzü və ya yaxınlarınızı müalicə etmək istəyini hiss edirsinizsə, uzun müddət davam edəcək praktik əşyalar seçin. Şəxsi həyatınızda dəyişikliklər ola bilər. Cazibədarlığınız və danışıq qabiliyyətiniz maraqlı tanışlıqlar qazanmağa kömək edəcək. Romantik münasibət də mümkündür. Dostlar və ailə ilə fikir ayrılığı olmayacaq. Yaxınlarınız diqqətinizə və qayğınıza görə xüsusilə minnətdar olacaq və hansısa yolla sizi razı salmağa çalışacaqlar. Boş vaxtınızı necə keçirməyinizdən asılı olmayaraq, xırda şeylərə fikir verməyə çalışın. Onlar bu günü xüsusi edəcək və özünüzü daha xoşbəxt hiss edəcəklər. Buğa bürcü. Hər kəsə nədən ibarət olduğunuzu göstərmək vaxtıdır. Gün buğa bürcünə ən yaxşı keyfiyyətlərini nümayiş etdirmək üçün çoxlu imkanlar təqdim edən uğurlu olacaq. Bu bürcün nümayəndələri həmkarlarını işə yaradıcı yanaşmaları ilə təəccübləndirəcəklər. Özünüzə qutudan kənarda düşünməyə icazə versəniz, ən mürəkkəb tapşırıqlar belə asanlıqla həll ediləcəkdir. Hətta maraqlı insanlarla tanış ola bilərsiniz. Kimsə təzə ideya təklif edəcək və ya sizin ideyanızı həyata keçirməyə kömək edəcək. Bu həm də planları bölüşmək üçün əlverişli gün olacaq. Planlarınızı həyata keçirməyə kömək etmək istəyən insanlar tapacaqsınız. Məxd pul daxil olmaları mümkündür. Məsələn, köhnə borcun ödənilməsi və ya uğurla başa çatmış layihə üçün bonus. Alış-veriş uğurlu olacaq. Gün xüsusilə iş, təhsil və ya hobbi üçün lazım olan şeyləri əldə etmək üçün əlverişlidir. Gün ünsiyyət üçün əlverişli olacaq. Cazibədarlığınız sayəsində dərhal yeni tanışlıqlar üzərində qələbə qazanacaqsınız və mövcud münasibətlər daha dərin, daha etibarlı və isti olacaq. Əgər planlarınızı müzakirə etmək və ya arzularınızı sevdiyiniz insanla bölüşmək istəyirsinizsə, indi mükəmməl vaxtdır. Əkizlər bürcü. Hər şeyi real görmək və vəziyyətləri olduğu kimi qiymətləndirmək bacarığınız sayəsində uğur qazanacaqsınız. Başqaları xəyallar qurarkən və illüziyalar qurarkən, siz hələ də diqqət tələb edən praktiki problemlərin həllinə diqqət yetirəcəksiniz. Ən maraqlısı olmasa belə. İşlərinizi yoluna qoymaq, başladığınız layihələri başa çatdırmaq və ya çoxdan diqqət tələb edən məsələləri həll etmək üçün yaxşı gündür. Bu məsələlərə ciddi yanaşsanız, gələcəkdə xoşagəlməz sürprizlərdən qaçacaqsınız. Pulunuzla diqqətli olun. İmpulsiv alış-veriş etmək və ya şübhəli bir işə sərmayə qoymağa tələsməyin. Yalnız etibarlı mənbələrə və öz sağlam düşüncənizə etibar edin. Bu sizə lazımsız xərclərdən və israfçılıqdan qaçmağa kömək edəcək. Sevdiyiniz insanla vacib bir şeyi müzakirə etmək və ya narahatlıqlarınızı bölüşmək istəyirsinizsə, səmimi söhbət fürsətini qaçırmayın. Digər yaxınlarınız da sizə dəstək olacaq. Çətin vəziyyətdən çıxış yolu tapmağınıza kömək edəcək və sizi müsbət ruh halına gətirəcək. Xərçəng bürcü. Qətiyyətli olun və fürsətdən istifadə edin. Yeni müttəfiqlər tapmaq və uzun müddətli tərəfdaşlıq danışıqları aparmaq imkanınız olacaq. İstənilən işə ciddi yanaşacaqsınız və heç kimin öhdəsindən gələ bilmədiyi mürəkkəb problemləri belə həll edə biləcəksiniz. Təfərrüatlara diqqət yetirmək, vacib sənədləri və ya hesabatları doldurarkən səhvlərdən qaçınmanıza kömək edəcəkdir. Potensial tərəfdaşlar və ya işə götürənlərlə danışıqlar aparmalı olsanız, xoş təəssürat yaradacaqsınız. Maddi durumunuz sabit olacaq.
Ailə büdcənizi müzakirə etmək, böyük alış və ya investisiyalar planlaşdırmaq üçün yaxşı gündür. Uzaqgörənliyiniz və tədbirliliyiniz lüzumsuz xərclərdən qaçmağınıza kömək edəcək. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Əgər keçmişdə sevdiklərinizlə və ya yaxınlarınızla fikir ayrılıqlarınız olubsa, ümumi dil tapa, inamı bərpa edə və münasibətlərinizi gücləndirə biləcəksiniz. Planlar qurmaq və ya sadəcə birlikdə xəyal etmək üçün yaxşı gündür. Bu, sizi bir-birinizə daha da yaxınlaşdıracaq və hər ikinizi daha müsbət hiss etməyə kömək edəcək. Şir bürcü. Gün xoş sürprizlər gətirəcək və dəyişikliklərə hazır olanları sevindirəcək. Mürəkkəb və çətin layihələr də daxil olmaqla yeni layihələrə başlaya bilərsiniz. Bununla belə, dərhal nəticə gözləməmək vacibdir. İstədiyiniz nəticəni əldə etmək üçün biraz vaxt lazımdır. Ani tanınma da gözləməyin. Uğurlarınız mütləq nəzərə çarpacaq, lakin dərhal deyil. Gözlənilməz iş təklifləri ola bilər. Yeni öhdəliklərdən qorxmayın. Onları yaxşı idarə edəcəksən. Maliyyə vəziyyətinizə diqqət yetirməlisiniz. Hesabları təxirə salmamağa və hətta kiçik borcları da vaxtında qaytarmağa çalışın. Bu yanaşma yaxşı reputasiyanı qorumağa və xoşagəlməz hallardan qaçmağa kömək edəcəkdir. Alış-verişi düşünərək edin. Yalnız həqiqətən ehtiyacınız olanı seçin və sevimli, lakin faydasız xırda şeylərə çox pul xərcləməyin. Gün sosial dairələrini genişləndirmək istəyən şirlər üçün sevincli olacaq. Yeni tanışlıqlar, dostluq və ya romantik münasibətlərə səbəb ola bilər. Bəyəndiyiniz biri ilə ünsiyyətdə təşəbbüs göstərməkdən qorxmayın. Hissləriniz qarşılıq alacaq. Axşam sevdiklərinizlə fəaliyyətləri bölüşmək üçün mükəmməldir. Paylaşılan təcrübələr sevinc gətirəcək. Qız bürcü. Çox şey yaxşı olacaq. Ancaq diqqətli olsanız və hər bir detalın nəzərə alındığına əmin olsanız. İşdə təşəbbüs göstərmək, orijinal ideyaları bölüşmək və onları həyata keçirməklə peşəkar mövqelərinizi gücləndirə bilərsiniz. Rəhbərliyinizlə karyera inkişafı və ya maaş artımını müzakirə etmək üçün yaxşı gündür. Ancaq unutmayın ki, bu cür söhbətlər sakit və əsaslı şəkildə aparılmalıdır. Əgər səriştənizi və məsuliyyəti öz üzərinizə götürmək istəyinizi nümayiş etdirə bilsəniz, tezliklə yeni vəzifə üçün təkliflər alacaqsınız. Çətinliklər yaranarsa, təcrübəli həmkarlarından məsləhət almağa dəyər. Onların dəstəyi sizə səhvlərdən qaçmağa kömək edəcək. Maliyyə baxımından gün əlverişlidir. Lakin tələsik xərclərdən çəkinməlisiniz. Ani şirinlikləndiricilərə tab gətirməmək və həddindən artıq xərcləməmək üçün əvvəlcədən alış-veriş siyahısını tərtib etmək daha yaxşıdır. Əgər sizə iş imkanı təklif olunursa, bütün detalları diqqətlə nəzərdən keçirin və etibar etdiyiniz biri ilə məsləhətləşin. Tərəzi bürcü. Dəstək üçün həmkarlarına güvənməyə, hər hansı qərarları müzakirə etməyə və ya ciddi addımlar atmazdan əvvəl dostları ilə məsləhətləşməyə vərdiş edənlər üçün bu gün çətin ki, xoş getsin. İndi sizdən tamamilə fərqli bir şey tələb olunur. Məsuliyyəti öz üzərinə götürmək, müstəqil hərəkət etmək və heç kimdən razılıq gözləməmək istəyi. İşdə anlaşılmazlıqlar, həmişə sizi dəstəkləyənlərlə xırda fikir ayrılıqları mümkündür. Buna üzülməyin. Səbr və təmkin nümayiş etdirsəniz, münasibətlər tezliklə düzələcək. Açıq konfliktlərdən qaçmağa çalışın və başqalarının mübahisələrinə qapılmağınıza imkan verməyin. Bu, həm öz rahatlığınız, həm də başqalarının hörmətini qoruyacaq. Yaxşı olar ki, maliyyə qərarlarında tələsməyin. Bir şey satın almadan və ya investisiya etməzdən əvvəl bunun həqiqətən zəruri olub olmadığını diqqətlə düşünün. Daha sonra qənaətcil olduğunuz üçün özünüzə təşəkkür edəcəksiniz. Bu gün yaxınlarınızın hissləri ilə diqqətli olmaq xüsusilə vacibdir. Onlarla ünsiyyət qurmaq bəzən çətin ola bilər, lakin siz yenə də incikliklərdən və qarşılıqlı narazılıqlardan qaça bilərsiniz. Əqrəb bürcü. Bu asan gün olmayacaq. Bu sizdən səbirli olmağı, hər bir işə ciddi yanaşmağı və çətin qərarlar qəbul etməyi tələb edə bilər. Peşəkar məsələlərdə tələsməkdən çəkinmək daha yaxşıdır. Hər hansı bir addım atmazdan əvvəl hər şeyi diqqətlə nəzərdən keçirin və
mümkün nəticələri çəkin. Danışıqlar, yeni razılaşmalar və ya ictimai çıxışlar zamanı bu xüsusilə vacibdir. Əvvəlcədən hazırlayın, təfərrüatları nəzərdən keçirin ki, heç bir detalı qaçırmayasınız. Beləliklə, düzgün təəssürat yaradacaqsınız. Bütün qazanclarınızı bu gün xərcləmək və ya riskli layihələrə investisiya etmək istəyinə qarşı durun. Əhəmiyyətli bir məbləğlə ayrılmazdan əvvəl, müqavilənin bütün şərtlərini diqqətlə nəzərdən keçirin. Bir mütəxəssislə məsləhətləşmə faydalı ola bilər. Uzun müddətdir tanıdığınız insanlarla əlaqə qurmaqdan həzz alacaqsınız. Dostlar və yaxın qohumlar dəstək, məsləhət və ya yardım təklif edəcəklər. Bununla belə, yeni tanışlarla münasibətlər o qədər də ahəngdar olmayacaq. Ona görə də şəxsi məlumatlarınızı açıb paylaşmağa tələsməyin. Bu insanları həqiqətən tanımaq və onlarla anlaşmaq üçün biraz daha çox vaxt lazım olacaq. Oqatan bürcü. Gün nisbətən sakit keçəcək və çətin ki, hər hansı ciddi problem və ya gözlənilməz sarsıntılar gətirsin. Əgər yeni layihələr üzərində düşünürsünüzsə, bu gün başlamaq üçün yaxşı vaxtdır. Bununla belə, əvvəlcədən diqqətlə planlaşdırın və etibarlı dəstəyiniz olduğundan əmin olun. Bu yanaşma gələcəkdə lazımsız çətinliklərdən qaçmağa və vaxta qənaət etməyə kömək edəcəkdir. Köhnə borcun qaytarılması kimi kiçik pul vəsaitlərinin daxil olması mümkündür. Aldığınız hər şeyi dərhal xərcləməyin. Bir hissəsini gələcək üçün kənara qoymaq daha yaxşıdır. Bu sizi daha sakit və inamlı hiss edəcək. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Ailə üzvləri səylərinizi dəstəkləyəcək və lazımsız emosiyalar olmadan yaxınlarınızla vacib məsələləri müzakirə edə biləcəksiniz. Uşaqlarınız varsa, bugün onlara diqqət göstərmək, onları dinləmək və təcrübələrinizi bölüşmək xüsusilə vacibdir. Bu, etimadı gücləndirməyə və münasibətlərinizi daha da istiləşdirməyə kömək edəcək. İstirahət etməyi və özünüzə vaxt ayırmağı unutmayın. Bu, yaxşı əhval-ruhiyyəni və enerjinizi qorumağa kömək edəcək. Oğlaq bürcü. Bugün nə etsəniz də, ilk növbədə öz güclü tərəflərinizə güvənməyə çalışın və hər kəsdən razılıq və ya qeyd-şərtsiz dəstək gözləməyin. Adətən bir komandada işləməyə və ya həmkarlarınızla məsləhətləşməyə öyrəşmisinizsə belə, indi müstəqil hərəkət etmək daha yaxşıdır. Bu yanaşma yalnız vaxta qənaət etməyəcək, həm də bir çox gərgin anlardan qaçınacaqdır. Həmkarlar, tərəfdaşlar və həmfikir şəxslərlə uzun-uzadı söhbətlər yalnız irəliləyişi ləngidə bilər. Gün maliyyə baxımından əlverişli olacaq. Kiçik alış-veriş edə, ev üçün faydalı əşyalar ala və ya yaxınlarınıza hədiyyələr verə bilərsiniz. Bununla belə, şübhəli layihələrə investisiya qoymamalısınız. Riskdən qaçmaq daha ağıllıdır. Bugün işgüzar və şəxsi münasibətləri ayırmaq xüsusilə vacibdir. Bu, xoşagəlməz vəziyyətlərdən və anlaşılmazlıqlardan qaçmağa kömək edəcəkdir. Sevdiyiniz insanla vacib bir şeyi bölüşmək istəyirsinizsə, sakit bir söhbət üçün kifayət qədər vaxtınız olduğundan əmin olun ki, ən uyğun olmayan anda sözünüzün kəsiləcəyindən narahat olmayın. Dolça bürcü. Yeni iş problemlərini cəsarətlə qəbul edin və təşəbbüs göstərmək və qeyri-adi və maraqlı bir şey təklif etmək fürsətini qaçırmayın. İşə yanaşmanız həmkarlarınızı və rəhbərliyinizi heyran edəcək. Xüsusən də ən cəsarətli ideyaları belə tez bir zamanda həyata keçirə biləcəyiniz üçün. Siz əməkdaşlıq və ya yeni layihələr üçün təkliflər ala bilərsiniz. Onları diqqətlə nəzərdən keçirin. Çünki onlardan biri gəlirinizi əhəmiyyətli dərəcədə artıra bilər. Maddi durumunuz sabit olacaq, lakin perspektivli bir işə sərmayə qoymaq imkanı yaranarsa, onu qaçırmayın. Günün ikinci yarısı bu baxımdan xüsusilə əlverişli olacaq. Bu müddət ərzində gözlənilməz pul vəsaitlərinin daxil olması da mümkündür. Dostlarınız və ailəniz sizə dəstək olacaq. Lazım olduqda məsləhət və ya kömək təklif edəcək. Sevdiyiniz insanla vaxt keçirməkdən həzz alacaqsınız və birlikdə gözəl vaxt keçirmək fürsətiniz olacaq. Sizi daha da yaxınlaşdıracaq, ortaq bir hobbi kəşf etməyiniz mümkündür. Axşam saatlarında yaxınlarınız sizi gözlənilməz hədiyyə və ya xoş xəbərlə təəccübləndirəcək. Ev işləri sizi yormayacaq
Əksinə, onlar sizə rahatlıq və sevinç hissi bəxş edəcəklər. Balıqlar bürcü. Fəaliyyətinizdə israrlı olun və uğur qazanacağınıza şübhə etməyin. Vəziyyətlər çətin olsa belə, planlarınızdan əl çəkməməyə çalışın. Bu gün qarşılaşdığınız bəzi vəzifələr mürəkkəb görünəcək və ya gözlənildiyindən daha uzun sürəcək. Lakin bunların heç biri uğurunuza mane olmayacaq. Bununla belə, pulu riskə atmamaq, şübhəli təklifləri qəbul etməmək və ya ən kiçik şübhə doğuran layihələrə investisiya qoymamaq vacibdir. Gün təhsil almaq, bacarıqları artırmaq və peşəkar seminarlarda iştirak etmək üçün münasibdir. Əgər yeni bir sahəyə yiyələnmək barədə düşünürsünüzsə, indi başlamağın vaxtıdır. Kəşflərinizi həmkarlarınız və dostlarınızla bölüşməkdən çəkinməyin. Təcrübə mübadiləsi yeni perspektivlər açacaq və işgüzar əlaqələri gücləndirəcək. Yaxınlarınızla münasibətlərdə harmoniya hökm sürəcək. Səmimi söhbətlər qarşılıqlı etimadı gücləndirməyə və əvvəllər fikir ayrılığına səbəb olan məsələləri həll etməyə kömək edəcək. Gün ərzində özünüzü yaxşı hiss edəcəksiniz və yüksək yüklərə baxmayaraq yorğunluq hiss etməyəcəksiniz.